Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. 3-5 dekabr tarixlərində Bakının Qaradağ və Səbail rayonlarının bəzi ərazilərinin suyun verilməsində fasilə yaranacaq. Xəbər verilir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təsisatı Xidmətindən bildirilib. Qeyd edilib ki, buna səbəb magistral su kəmərində aparılacaq təmir-tikinti işləridir. Bakıda avtomobil sürücüsü ilə birgə yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd edilib ki, Bakı şəhəri Qaradağ rayon ərazisində Binə Sədərək yolunda avtomobil yanıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğın yanğından mühafizə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində Dongfeng Ailos Y70 markalı minik avtomobilinin yanar hissələri yanıb. Avtomobildə sürücünün yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.